Hər birinizi salamlayıram. Bugünkü mövzumuz Azərbaycan Səlcuqların tərkibindən mövzusu olacaq. Bura qeyd etmişik ki, türklərin 3-cü axını. Biz bildik ki, türklər Azərbaycanı 3 dəfə axın edib. Bir eradan əvvəl 7-ci əsrdə Kimmer, İskilik, Sak tayfalarının axınlarıdır. Eyni zamanda bizim erada olan Hun, Barsir, Xəzər tayfalarının axınlarıdır və nəhayətində Səlcuq, Oğuz Səlcuq axınları da türklərin Azərbaycana 3-cü böyük axınıdır. Səlcuq türkləri haqqında ümumi məlumat verək. Deyirik ki, bunlar nə idi? Oğuz türklərinin qınıq boyundan idi. İndi biz ümumi tarixdə bunun haqqında sizinlə danışmışıq. Nə deyirik? Deyirik adlarını 10-cu əsrdə İslam dinini qəbul edən Səlcuq bəyin adından götürmüşlər. Əvvəlcə gəlib Cənd bölgəsində yerləşdilər. Daha sonra 10-cu əsrin 70-ci illərində Buxara ətrafında məskunlaşırlar. Bunlar daha da güclənir Çağrı bəyin və Toğrul bəyin dövrlərində. Çünki biz deyirik nə baş verdi artıq? Mahmud Qəznəli bunları sıxışdırır, bir hissəsi qərbə köç edirlər 1015-ci ildə. Demişdi, Çağrı bəyin başçılığı altında kəşfiyyat yürüyüş elədi. Bizansa kəşfiyyat yürüyüş edir və gəlir Van gölü hövzəsində bunlar möhkəmlənirlər. Eyni zamanda 1028-ci ildə Xorasan üsyanı yatırılandan sonra Sultan Mahmud Qəznəli tərəfindən bunlar sıxışdırılır və bir hissəsi gəlir hara? 1028-ci ildə Vəhsudan icazəsi ilə gəlib Rəvvad ərazisində məskunlaşırlar. Dövlətin yaranması bəli deyirik ki, Səlcuq dövləti 1038-ci ildə 1-ci Toğrul tərəfindən yaradıldı. Paytaxtı haraydı? Nişapur şəhəri idi. Bu da işarələdik Nişapur şəhəri. Bəli, Dəndənəkan döyüşü deyirik artıq 1040-cı ildə Sultan Məsudla, yəni Qəznəlilər dövləti ilə Səlcuqlar dövləti arasında Dəndənəkan döyüşü baş verdi ki, həmin Dəndənəkan döyüşündə 1-ci Toğrul qələbə çalır və deyirik ki, artıq Mərkəzi Asiyada nə baş verdi? Səlcuqlar oldu nə? Əsas aparıcı siyasi qüvvə. Bax, Ön Asiyada demir ya, Mərkəzi Asiyada əsas aparıcı siyasi qüvvə oldu Səlcuqlar. Nə bax? 1040-cı ildə Dəndənəkan döyüşü. Dəndənəkan döyüşündən sonra deyirik 1-ci Toğrul artıq özünü sultan elan edir və mərv qurultayı keçirir şərqə və qərbə doğru yeni işğallar haqqında. Paytaxtlar, bəli, əsas 3 dənə paytaxt olubdu. Əvvəlcə Nişapur idi, sonra Nişapurdan keçdi Reyə, Reydən də gəldi İsfahana. Bax bu formada, elə bir üçbucağa oxşur elə. Nişapur, Rey, İsfahan 3 dənə paytaxt olub dövlətin. Azərbaycanın tabe edilməsi, bəli, deyirik ki, artıq 1054-cü ildə bunlar gəldilər Rəvvadiləri, Şəddadiləri, eyni zamanda Tiflis müsəlman əmirliyini hər üçünü müqavimətsiz şəkildə. Kim idi? Vəhsudan idi Rəvvadilərdə müqavimət göstərmir. Şəddadilərdə də Əbulasvar Şavur idi ki, müqavimətsiz tabe oldu. Amma tam şəkildə Azərbaycanın tabe edilməsində isə biz Şirvanşahların tabe edilməsini götürəcəyik. Çünki Şirvanşahlar 1066-cı ildə ciddi müqavimətdən sonra neynədilər? Artıq bunların tərkibinə keçdilər. Sonra yazmışıq Qutalmış bəy və İbrahim Yinal haqqındakı, bəli, deyirik artıq bunlar neynir? Məsələn, Qutalmış bəy gəlir Xəzərin cənubu, yəni bax bu ərazidən keçir gəlir Arana, Arandan Şəddadilərlə birlikdə neynir? Bizansa zərbələr endirir. Bundan başqa İbrahim Yinal var idi ki, bu da deyirik bax bu əraziləri ələ keçirdi. Buradan gəldi çıxdı Dəzə və Fərad çaylarına. İbrahim Yinal. Aha, əsas Alparslanın dövründən danışaq, deyirik 1063-1072-ci illərdə hakimiyyətdə oldu. Bunun dövründə hansı hadisələr baş verdi? 1054-cü ildə tabe edilmiş Rəvvadilər dövlətinin varlığına tamamilə son qoyuldu. Eyni zamanda bunun sərkərdəsi var idi, Qaratəkin. 1066-cı ildə Qaratəkini göndərir Şirvan üzərinə və deyirik ki, 1-ci Fərbüz ciddi müqavimətdən sonra təslim olur, onu da cəzalandırır da. Yeni Şirvanşah titulunu, şah titulunu bunların əlindən alır, bunlara əmir və yaxud da məlik titulu verir. Və bununla da deyir ki, Azərbaycanın Səlcuqlar tərəfindən işğalı başa çatdırıldı Alparslanın dövründə. Eyni zamanda burada Malazgirt döyüşü var ki, bəli, deyirik 1071-ci ildə olmuşdu. Bizansla Səlcuqlar arasında olur. Həmən döyüşdə Alparslan deyirik Turan taktikasından istifadə elədi. Bizansı ağır məğlubiyyətə uğradır. Hətta Bizans hökmdarı 4-cü Roman Diogeni əsir alır, onun qulaqlarına xalqa keçirir ki, Rumulların hökmdarı mənim qulumdur. İndi düzdür ki, imperator razı olur onlara xərac verməyə, cizyə verməyə. Ona görə də Alparslan onları neyinir? Azad eləyir. Heç o 4-cü Roman Diogenin də sonu yaxşı bitmir. Gedəndən sonra baxırlar ki, bu boyda imperator qulağında sırğa, onun gözlərini çıxardıb kənarlaşdırırlar hakimiyyət. Deyirik artıq Malazgirt döyüşündəki qələbədən sonra Səlcuqlar neynədi? Səlcuqlar tamamilə, yəni ümumi olaraq artıq
Ön Asiyada aparıcı siyasi qüvvəyə çevrilir. Deməli, Mərkəzi Asiyada Dəndənəkan döyüşündən sonra aparıcı siyasi qüvvəyə çevrilirlər. Ön Asiyada isə nə vaxt? Artıq Malazgirt döyüşündən sonra aparıcı siyasi qüvvəyə çevrilirlər. Məlikşah var, bəli, deyir ki, Nizami Mülk var idi. Həm Alparslanın, həm də Məlikşahın vəziri olmuşdu. Nizami Mülk Məlikşahı nə adlandırırdı? Cahan hökmdarı adlandırırdı. Məlikşahın dövründə bəli, paytaxt dəyişilir. Eyni zamanda 1088-ci ildə Buğa, sərkərdəsi Buğanı göndərir. Buğa gəlir, Gəncəni tutur və Şəddadilər dövlətinin də varlığına tamamilə son qoydu. Məlikşah daha çox iqta paylayan hökmdar kimi yaddaşda qalır və deyirik ki, ümumi olaraq Səlcuqlar dövləti özünün ən qüdrətli dövrünü Məlikşahın dövründə yaşamışdı. İndi Məlikşah müəyyən işlər görmüşdü, vergi sahəsində falan. O ümumi tarixdə demişik sizinlə. Bundan başqa artıq Məlikşahın bu iqta siyasəti uğurlu olmur. Çünki bu o qədər çoxlu iqta payı və iqta get-gedə nəyə çevrildi? Mülkə çevrilir. Bu da dövlətin zəifləməsinə gətirib çıxardır ki, sonuncu hökmdarı biz Sultan Səncər var ki, 1118-1157-ci illərdə hakimiyyətdə olur. Artıq Sultan Səncərin dövründə nə oldu? Dövlət atabəyliklərə parçalanır. Məsələn, İraq Səlcuq sultanlığıdır, Eldənizlər dövlətidir. Bu kimi atabəylərə parçalanır. Səlcuqların dövründə Azərbaycanda əhalidən alınan vergilər hansı idi? Deyir ki, xərac var idi ki, bu torpaq vergisi idi. Bunu bildik. Üşurda deyirlər bəzi vaxtlarda. Eyni zamanda alaf var idi ki, alaf elə ərəb sözdür. Bəzi yerlərdə bugünkü gündə var. Azərbaycanda yem, qida mənasını verir və rəsmi şəxsləri təmin etmək üçün alınırdı. Bir də bahası söhbəti var. Silah bahası, nal bahası, şərab bahası. Bu da əsasən ordunun ehtiyaclarına sərf olunurdu. Sonra torpaq mülkiyyət formaları var idi ki, məsələn, iqta ilə bizə məlumdur, xidmət müqabilində verilirdi. Ən çoxdan bunu Məlikşah paylamışdı. Amma sonradan bunun çoxluğu nəyə gətirdi çıxartdı? Dövlətin zəifləməsinə gətirdi çıxartdı. Ucdakı belə bir sərhəd qoşunlarına verilirdi. Yəni ucqarları mühafizə edən hərbiçilərə həmin o uc torpaq mülkiyyətindən verilir. İndi gəlin Şirvanşahlar 11-12-ci əsrlərdə olan proseslərdən danışaq. Deyir ki, birinci sülalə kimi idi Şirvanşahlar? Ərəb mənşəli Məziədlilər idi. Artıq 1027-ci ildə burada Kəsranilər sülaləsi hakimiyyətdə gəlir ki, onun da birinci nümayəndəsi kim idi? Birinci Məlikçöhrü idi. Bəli, artıq birinci Məlikçöhrü dövrü bizə Slavyanlarla mübarizə dövrü kimi yadımızda qalmadı. Niyə? Çünki 1030-cu ildə Slavyanlar gəldi. Burada qarətlər, qətillər törətdilər. Hətta Aras çayının qarşısını bətnən kəsərək onların hücumunun qarşısını alın. Onda Şəddadi hökmdarı Beyləqanda qiyam qaldıran qardaşının qiyamını yatırtmaq üçün hətta Slavyanlardan istifadə eləmişdi. Daha sonra 1032-1033-cü illərdə yenə də Slavyanlar hücum eləyir və məğlub olaraq geri çəkilirlər. Birinci Məlikçöhrüdən sonra biz birinci Fərrüzdən danışacağıq ki, birinci Fərrüz 1063-1096-cı illərdə hakimiyyətdə olur. Bəli, bunun dövrü də asıllıq dövrü kimi yadımızda saxlayırıq. Çünki nə baş verdi? 1066-cı ildə Qaratəkin gələndə bura bu ciddi müqavimət göstərdi. Ona görə də bunlardan Şirvanşah titulu əllərindən alınır və bunlar daxili müstəqilliyin saxlayır. Yəni xarici müstəqillik artıq Səlcuqların əlində idi. Daxili müstəqilliklərini saxlamaq şərti ilə illik nə qədər xərac verəcəkdi? 40.000 dinar xərac verməyi öz öhdəsinə götürdü. Ondan sonra danışacağıq biz 3-cü Mənçöhr haqqında. Deyir 3-cü Mənçöhr 1120-1160-cı illərdə hakimiyyətdə olmuşdu. Bundan əvvəl də bir şəxs var. Səhv eləmirəmsə 1-ci Afridin olmalıdır. Bəli, onun dövründə nə idi? Gürcülər dedilər ki, Səlcuqlar ittifaqı poz, o da pozmadı. Ona görə 4-cü David hücum eləyib Qəbələni hətta qarət eləmişdi. Amma 3-cü Mənçöhr artıq xarici siyasətində dəyişiklik eləyir, Səlcuqlarla ittifaqı pozdu. Yəni deyir ki, mən sizdən ittifaqdan çıxıram, sizə göndərilən xəracı dayandırıram, hətta getdi Gürcülərlə yaxınlaşdı. Neynədir məsələn? Gürcü çarı 4-cü Demetrinin qızı Tamarla evləndi. Bəli, burada məşhur bizim Didqori döyüşümüz var. 1121-ci ildə baş vermişdi. Gürcülər və onların müttəfiqləri bir tərəfdədir, bir tərəfdə də Səlcuqlardır. Bəli, həmən döyüşdə Gürcülər, eyni zamanda Qıpçaqlar, Asetinlər, Səlibçilər hamısı birləşib Səlcuqları məğlubiyyətə uğratdı və 1122-ci ildə artıq Tiflis müsəlman əmirliyi ləğv edildi. Bəli, və oldu nə? Gürcülərin paytaxtı. Həmin Tiflis şəhər. Aha, ondan sonra bizə lazımdır Sultan Mahmudun hücumu. Sultan Mahmud kim idi? İraq Səlcuq sultanı. Dedik axı, Sultan Səncərin dövründə artıq nə baş verdi? Dövlət atabəyliklərə parçalandı. Sultan Mahmud hücum eləyir. Nə vaxt hücum eləyir? 1123-cü ildə.
1123. Yaxşı, səbəb nə idi? Sultan Mahmud bura niyə hücum elədi? Dedi ki, niyə ay 3-cü Mənçöhür məndən ittifaqdan çıxmısan, eyni zamanda mənim illik bacımı göndərmirsən. Ona görə hücum eləyir. Yaxşı, nəticəsi nə oldu? Nəticədə əvvəlcə uğurlu olsa da, sonradan nə baş verir? Köməyə gəlir. Gürcü çarı 4-cü David buna kömək eləyir. Eyni zamanda Qıpçaqlar kömək eləyir 3-cü Mənçöhrə və həmin Sultan Mahmudu məğlubiyyətə uğradırlar. Ondan sonra Gürcü çarı baxır ki, burada artıq vəziyyət pisdir. Mahmud gəldi, bunlar da zəiflətdi. Bu nə olsun? Kömək eləyib qələbə çalıb. Zaten zəifləyir də müharibədən sonra. Ondan sonra 1124-cü ildə 4-cü David nə edir? Hücum elədi. Bəli, gəlir 3-cü Mənçöhrü dövdü. Şamaxıdır, Şabrandır, Buğurtdur, bu əraziləri ələ keçirir. Hətta şəhərlərdə böyük qarnizonlar yerləşdirib, geri çəkilir. Nəticəsi nə olur? Heç nə. Gedəndən sonra 1125-ci ildə 25-ci ildə nə oldu artıq? 4-cü David Taxtalı köyə yola düşür və onun oğlu gəlir. 1-ci Demetri. 1-ci Demetri də qoşunları buradan çəkir. Yəni atasının siyasətini davam elətdirmir. Ondan sonra yenidən 3-cü Mənçöhr hakimiyyəti ələ alır. Nə vaxta qədər? 1160-cı ilə qədər. Artıq 1160-cı ildə 3-cü Mənçöhr öləndən sonra hakimiyyət uğrunda mübarizə başlayır. Taxtaç müharibəsi başlayır. Nə idi? 2 nəfər var idi hakimiyyət ələ almaq istəyən. Bir o Gürcü həyat yoldaşı var idi, Tamar. Tamar oğlu ilə birlikdə, bir tərəfdə də kim idi? Aksitan idi. Bəli, hətta Tamar Qıpçaqlardan kömək alıb hakimiyyət almaq istəyəndə 1-ci Axistan Atabəy Şəmsəddin Eldənizdən kömək alır və nə baş verdi? Hakimiyyətin özü bərqərar edir, eyni zamanda Atabəylərdən də asılı vəziyyətə düşür 1-ci Axistan. 1160-1196-cı illərdə hakimiyyətdə oldu. Yazmışıq ki, bax bu 1-ci Axistan dövründə hansı hadisələr baş verdi? Bax, dostluq münasibətləri yaratdı. Kimlərlə? Məsələn, atası 3-cü Mənçöhrdən fərqli olaraq Səlcuqlarla dostluq münasibəti yaradır. Eyni zamanda Gürcü çarlığı ilə dostluq münasibəti yaradır. Eldənizlərlə dostluq münasibəti yaradır. Xarəzmşahlarla dostluq münasibəti yaradır. Bundan başqa yazmışıq gördüyü işlər. Məsələn, gördüyü işlərdən biri oldu ki, bu Gürcülərdə qiyam baş verir 2-ci Georgiyə qarşı 1173-cü ildə. Həmin qiyamda 2-ci Georgiyə kömək eləyir. 3-cü Georgi də öz növbəsində 1175-ci ildə olan o Slavyanların hücumu zamanı o da buna kömək edir. Eyni zamanda 1192-ci ildə Şamaxıda zəlzələ baş verdi. Həmin vaxtı Şamaxı şəhərdə dağılır və paytaxtı Şamaxıdan Bakıya köçürdü. Kim köçürdü? 1-ci Axistan köçürdü. Yaxşı, danışaq Atabəylər dövləti haqqında. Deməli, ümumi olaraq biz məlumat verəndə Atabəylər dövləti haqqında burada yazmışıq ki, Şəmsəddin Eldəniz. Gəlin görək Şəmsəddin Eldəniz kim idi? Deyirik ki, əvvəlcə qulam olur, yəni İraq Səlcuq Sultanlığında. 2-ci Toğrulun sarayında xidmət edir, hətta əmir vəzifəsinə qədər qalxır. Sultan Məsud götürdü 1136-cı ildə Aranı iqta şəklində verdi Eldənizə. Necə ki, ərəblər Aranı, daha doğrusu Azərbaycanı iqta şəklində Busaz Divdada vermişlər. Onun kimi də Sultan Məsud, yəni İraq Səlcuq hökmdarı götürür, Aranı iqta şəkildə verir Eldənizə. Eldəniz də iqamətgahı Bərdədə yerləşən bir nədir yaradır? Əmirlik kimi yaradır. Ancaq bir müddətdən sonra 1136-cı ildə artıq mərkəzi işarələyirəm Naxçıvan olan Atabəylər dövlətini yaratdı. Yaxşı, gəlin görək hansı hadisələr baş verir. Deyirik 1139-cu ildə Gəncədə böyük zəlzələ baş verir ki, Nizami Gəncəvi də hətta bu zəlzələ haqqında yazmışdı. Həmin zəlzələdə Gəncə şəhəri tamamilə dağılır və ondan istifadə edən Gürcü çarı var idi. 1-ci Demetri. Neynədir 1-ci Demetri? Gəldi, Gəncədə olan o malqaranı, əhalini əsir apardı. Hətta gedərkən o İbrahim Osmanoğlu tərəfindən hazırlanmış değil mi 63-cü ildə Gəncə qala qapıları. Onların da birini götürüb aparır. Onun da mənası o deməkdir ki, yəni sizin qapınız mənim əlimdədir də, istədiyim vaxtı bura gələ bilərəm. Hətta o Gəncənin qala qapıları hal-hazırda Gürcüstanda durur. Hardadır? Gelat monastırında. Yəni Kutaisi şəhərində saxlanılır. Bundan sonra 1161-ci ildə nə oldu? Gürcülər hücum eləyir, Dəbili və Anini tuturlar. Amma artıq 1163-cü ildə Naxçıvan döyüşü baş verir. Həmin Naxçıvan döyüşündə Eldənizlər dövləti qələbə çalır. Hətta 1164-cü ildə əks hücuma keçirlər Gürcülərin üzərinə. Gürcüləri gedib orada xəzinələrin belə ələ keçirirlər. Yəni onlar məğlubiyyətə uğradıb xəzinələrə keçirirlər. Eyni zamanda Dəbil və Anini də
azad eləyirlər gürcülərin əlindən. 1175-ci ildə Şəmsəddin Eldəniz oğlu Məhəmməd Cahan Pəhləvanı gürcülərin üzərinə yürüşə göndərir. Yəni bu 1175-ci ildə olan yürüşdə Məhəmməd Cahan Pəhləvan hökmdar deyil idi. Sadəcə olaraq sərkərdə idi. Hökmdar kim idi? Atabəy Eldəniz idi. Bundan başqa, bunu da deyə bilərik ki, Məhəmməd Cahan Pəhləvan haqqında danışaq. Deyir ki, Məhəmməd Cahan Pəhləvan 1175, eyni zamanda 1186-cı illərdə hakimiyyətdə olmuşdu. Nədir, nə iş gördü? Bax, iqta payladı. Bəli, deyirik ki, 50 minlik daimi nizam ordu yaradır və öz tərəfdarlarına iqta torpaqları paylayır. Hətta paytaxtı da dəyişdi. Hara dəyişir? Naxçıvandan Həmədana. Nə vaxt elə hakimiyyətə gələn ki, 1175-ci ildə Təbrizi Ağsunqurilərin əlindən aldı. Təbrizi Ağsunqurilərdən kim alır? Məhəmməd Cahan Pəhləvan. Bəli, Gürcüstana atası Şəmsəddin Eldəniz kimi Gürcüstana uğurlu yürüşlər elədi. Bir sıra tədbirlər görür. Məsələn, neyinir? Deyir ki, vilayətləri oğlanlar arasında bölür. Hətta iqamətgahı Təbriz olan Azərbaycan idarəsini kimə tapşırdı? Qardaşı Qızıl Arslana tapşırdı. Eyni zamanda oğlu var idi bunun, Əbu Bəkir. Qızıl Arslanı Əbu Bəkirin neynədir? Atabəyi təyin elədi. Bu qədər məlumat kifayətdir. Qızıl Arslan var. Qızıl Arslan nə vaxt gəldi hakimiyyətə? 1186-dan 1191-ci ilə kimi hakimiyyətdə oldu. Gəlin görək bu nə baş verir. Bunun dövründə deyir ki, 1190-cı ildə Həmədan döyüşü baş verir. Kimdir? 3-cü Toğrul'la Qızıl Arslan arasında. 3-cü Toğrul İraq Səlcuq Sultanı idi. Bəli, 1190-cı ildə Həmədan döyüşündə artıq nə oldu? Qızıl Arslan qələbə çalır və həmin o 3-cü Toğrulun mülkləri də iqta torpaqlarında ələ keçirib öz adamlarına payladı. Həm bu Həmədan döyüşündən sonra Şirvana uğurlu yürüş edir. Çünki Məhəmməd Cahan Pəhləvan öləndən sonra 1-ci Axistan müstəqilliyə can atırdı. Ona görə də Şirvana yürüş edib onları itaətə gətirdi. Hətta 1191-ci ildə nə baş verir? Deyirik, xəlifənin razılığı ilə özünü sultan elan elədi. Sultan. Amma 1191-ci ildə nə olur? İri Səlcuq əmirlərinin suiqəst təşkil edirlər buna. Hətta bəzi mənbələrdə var ki, Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşıdır. Həmin o İri Səlcuq əmirlərinə dəstək verir, oğlu Əbu Bəkiri hakimiyyətə gətirməkdən ötürü. Suiqəst nəticəsində onu yola salırlar. Ondan sonra artıq Atabəylər dövlətinin tənəzzül dövrü başlayır Əbu Bəkirin dövründə. Yazmışıq 1194-1197-ci illərdə. 1194-də nə baş verir? Xarəzmşah Təkəş var idi. Gəlir Xorasandır, Reydi, Həmədandır. Yəni bax bu əraziləri ələ keçirdi. Xorasan, Rey, Həmədan, bu ərazilər gəldi, ələ keçirdi. Kim ələ keçirir bunu? Xarəzmşah Təkəş. Lakin Həmədan uğrunda döyüş gedir. 1197-ci ildə deyir ki, həmin o Xorasan, Rey, Həmədanı Əbu Bəkir Xarəzmşahlardan geri alır. Hətta qardaşı Özbəyə də bura hakim təyin edir. Və bunların dövründə artıq Əbu Bəkirin dövrünü indiyənə kimi Atabəy Eldənizdir, Məhəmməd Cahan Pəhləvandır, eyni zamanda Qızıl Arslandır. Bunlar üstün idi də Gürcülər üzərində. Bunlar ora yürüşlər eləyirdi. Amma artıq dövlət zəiflədiyinə görə Gürcülərin basqınları, dağıdıcı basqınları baş verir ölkəyə. Bundan sonra hakimiyyətə gəlir. Yəni 1191-1210-cu illər Əbu Bəkirin hakimiyyəti illərdir. 1210-cu ildən 1225-ci ilə qədər də sonuncu hökmdarı Özbəyin dövrüdür. Bəli, Özbəyin dövründə artıq daxili çəkişmələr də artır, dövlətin tənəzzülü də sürətlənir. Hətta nə oldu? Gürcülərin və Monqolların yürüşünə Gürcülər zaten məlumdur. Elə Əbu Bəkirin dövründən başlamışlar dağıdıcı yürüşlərə. Eyni zamanda Monqolların birinci yürüşü oldu da 1220-1222-ci illərdə. Və sonda nəhayətində 1225-ci ildə nə baş verdi? Xarəzmşah Cəlaləddinin hücumu nəticəsində Atabəylər dövləti tamamilə süqut elədi.